Deməli, bizim bugünkü dərsimiz geosinkronlar və platformalar haqqında olacaqdır. Geosinkronlar və platformalar müasir şəklin məhz bu vəziyyətdədir. Daha sonra biz Paleozoy, istər Mezozoy və Kaynozoy dövründə Pangeya və Pantalas öz yerini necə dəyişmişdir, necə əvəz etmişdir ona baxırıq. Birinci sxemdə məsələn Paleozoy erasıdır. Paleozoy erasında görürük ki, bütün materiklər demək olar bir-birinə bitişikdir. Daha sonra Paleozoyun sonu, Mezozoyun əvvəlində isə nisbətən Şimali Amerika, Cənubi Amerika ayrılır. Antarktida Afrikadan ayrılır və burada Avrasiya Afrikadan nisbətən ayrılır. Daha sonra üçüncü xəritə sxemimizdə isə Yura dövrüdür. Bu isə yenə də Mezozoy dövrünü əhatə edir. Yenə də Şimali Amerika, Cənubi Amerika bir-birindən kəskin şəkildə aralanır. Daha sonra burada deməli Avstraliya materiki ayrılır. Hind-Çin yarımadası, Hindistan yarımadası Afrikadan ayrılır. Daha doğrusu Afrikadan ayrılan Hindistan yarımadasıdır. Sonra burada Ərəbistan yarımadası ayrılır və müasir şəklin harda alır? Təbii ki, Kaynozoy erasında. Və onu da qeyd edək ki, qədim Gondvananın tərkibinə daxil olan Ərəbistan və Hindistan yarımadaları məhz Gondvanadan ayrılıb Lavrasiyaya birləşmişdir. Yəni Avrasiya materikinə. Bu bizim belə deyək, litosfer tavalarının sərhədlərini göstərir. Eyni zamanda burada hansı dövrdə hansı ərazilər yaranmışdır göstərilir. Bunlara sonra qayıdacaq. Biz başlayaq. Geosinkronal nədir? Litosfer tavalarının hərəkəti nəticəsində geosinkronallar və platformalar yaranır. Tavaların sərhədlərində yüksək seysmikliyi ilə seçilən cavan və mütəhərrik zonalar geosinkronallar adlanacaq. Mütəhərrik, yəni daimi hərəkətdə olan mənasındadır. Geosinkronallar isə son mərhələdə nəyə çevrilir? Təbii ki, platformalara. Platforma bəs nədir? Platforma yerin qədim və sabit hissələridir. Yəni, belə deyək ki, geosinkronal ərazilərdə seysmiklik olacaq, platform ərazilərdə isə bu hal baş verməyəcək. Baxın, burada sipər qalxan yazılıb. Məsələn, biz Dekan yaylasında, Braziliya yaylasında filiz faydalı qazıntıların çox olma səbəbi üst çökmə süxurları yuyulur və qalxan sipər yer səthinə çıxır və bu da faydalı qazıntıların zəngin olmasına gətirib çıxardacaq. Sonra biz geosinkronalın inkişaf mərhələsini 4 mərhələyə böləcəyik. Və 4 mərhələ təbii ki, birinci mərhələni görürük ki, bütün hissələr çöküb, çökmə nəticəsində su sahəsi yığılır. İkinci mərhələdə çökmələr davam etsə də qalxmalar baş verir. Üçüncü mərhələdə qalxmalar intensivləşir. Dördüncü mərhələdə isə bu ərazilər, qalxan ərazilər platformalara çevrilir. Biz birinci mərhələdə baş verən hadisələrin biraz geniş şəkildə baxaq. Deməli, birinci mərhələdə yer qabığının böyük bir hissəsi enməyə başlayır və enmə nəticəsində böyük ərazilər su altında qalır. Burada dəniz və hövzələr yaranır. Onun dibində qalın çökmə süxurlar toplanır. Yer qabığında təzyiq və temperaturun artması bu süxurların qismən metamorfizləşməsinə səbəb olur. Yüksək və təzyiq temperatur şəraitində bilirik ki, metamorfizləşmə necə baş verir? Yüksək təzyiq və temperatur şəraitinin dəyişməsi nəticəsində. Məsələn, qranit maqmatik idi, qneis metamorfik. Bu necə əmələ gəldi? Təbii ki, yüksək təzyiq temperatur şəraitində dəyişməsi nəticəsində. Bu birinci mərhələdir. Daha sonra ikinci mərhələyə keçdikdə görürük ki, yer qabığının enməsi davam edir. Yəni, az öncə də göstərdim ki, bu mərhələni nəzərdə tutur. Enmə davam edir. Eyni zamanda da qalxmalara məruz qalır. Sonra çökmə süxurlarının toplanması ilə yanaşı vulkanizm fəaliyyəti də artır. Yəni, təbii ki, qalxma olacaqsa, orada vulkanizm fəaliyyəti də
səbəbdir ki, nəticə olaraq da qalxmalar olur. Bu mərhələdə çökmə süxur qatların parçalanması, çoxlu sayda antiklinallar və sinklinallar əmələ gəlir. Antiklinal nədir? Enən hissələr, qalxan hissələr isə üzr istəyirəm, sinklinallar enən hissə, qalxan hissə isə antiklinallar adlanır. Üçüncü mərhələdə isə, yəni bu mərhələni nəzərdə tutur. Burada bu düzəldək. Mhm. Üçüncü mərhələdə isə yer qabığının enməsi dağ əmələ gəlmə prosesi ilə əvəz olunur. Sadə qırışıqlıqların, yəni sinklinal və antiklinalların birləşməsi nəticəsində iri dağ sistemləri əmələ gəlir. Və nəhayət, dördüncü mərhələdə isə daxili proseslər zəifləyir, xarici proseslərin təsiri ilə dağlar milyon illər ərzində tədricən dağılaraq düzənliklərə çevrilir. Həmin bu dördüncü mərhələ məhz bunu göstərir. Görürsünüz, sabit ərazilərdir, seysmiklik müşahidə edilmir. Sonra bu ərazilər platformalara artıq çevrilmişdir. Yəni, geosinklinalın son mərhələsi nəyə çevrilir? Platformaya. Sonra baxırıq ki, müasir geosinklinal ərazilər Alp-Himalaya Sakit Okean Odlu halqası daxil edə bilərik və Sakit Okean Odlu halqasının içərisində Avrasiyanın şərqin, eyni zamanda Ant-Kordilyer dağlarını da bura aid edə bilərik. Sonra Orta Okean silsilələri və fəal vulkanik adalar, ensiz dərin novlar, qırışıq dağlar və digər seysmiklik müşahidə edilən əraziləri, yəni Orta Okean silsilələrinin daxil olan əraziləri götürə bilərik. Bu antiklinaldır, yəni çökən hissələr, seysmikliyin olduğu ərazilərdə çökənlər antiklinaldır. Qalxanlar isə, yəni üzr istəyirəm, bu çökən hissələr sinklinallar adlanacaq. Qalxan hissələr isə antiklinallar adlanacaq. Yəni, bunlar seysmik ərazilərdə baş verir. Sonra qırışıq dağlar, süxur layların çökən hissəsi sinklinallar, qalxan hissəsi antiklinal adlanır. Yəni, məsələn, burada Ant dağları, Alp dağları, sonra Alp, Ant, Himalay dağları, Krım dağları, məsələn, göstərə bilərik ki, bunlar qırışıq dağlar hesab olunur. Sonra, geosinklinallarda süxurların yatım ardıcılığı sinklinal və antiklinallara uyğun gəlir. Bu qurşaqlar da yanaşı, bəzi ərazilər də var ki, onlarda seysmik fəallıq müşahidə olunur. Orta Okean silsiləsi və bəzi mezo qırışıqlıq vilayətləri, Şərqi Afrika əraziləri, zəlzələ və dağ əmələ gəlmə zonaları aiddir. Bəs Horst Graben nədir? Horst Graben əsasən platforma ərazilərdə olur. Horst nədir? Qırılmanın mərkəz hissəsinin qalxması nəticəsində yaranan qabarıq formadır. Horstlara rift dərələrin kənarları boyunca simmetrik yerləşir. Gördüyümüz bu ərazi, məsələn, deyək ki, Kap dağlarını götürsək, Kap dağlarında Horst Grabenlərə rast gələ bilərik. Qalxan hissələrə Horst deyəcək, enən hissələri isə Graben deyəcək. Burada qeydimiz var ki, Horst və Grabenlərlə Şərqi Afrika sınma zonasında geniş rast gəlinir. Yəni, ən çox harada rast gələcək? Məsələn, deyə bilərik ki, Şərqi Afrika sınma zonasında. Və bu ərazidə ən böyük Horstlardan biri Şərqi Afrikada yerləşən Ruwenzori Horstudur ki, bunu misal göstərə bilərik. Yəni, Ruwenzori Horstu haradadır? Şərqi Afrikada deyəcək. Sonra platformalar litosfer tavaların mərkəzində, tavaların sərhədlərindən uzaqda yerləşən hissələrdir. Məsələn, bura Avstraliyanı götürə biləcək ki, Avstraliyanın ərazisi, bilirik ki, orada seysmiklik müşahidə edilmir və müşahidə edilməməsinin səbəbi litosfer tavasının mərkəzində yerləşməsidir və yəni platforma ərazidə yerləşdirir. Bu, həmin cümlədə məhz onu təmsil edir. Yəni, platforma ərazilər, yəni yer qabığında daha sabit, yəni seysmik hadisələrin zəif olduğu yaxud heç müşahidə olunmadığı
hissələrdir. E, Bunlar belə qalibdir. Deməli, biraz geosinkronlardan, platformalardan danışdıq. Sonra deməli, bunlar faydalı qazıntılardır. Bizim bunlarla işimiz yoxdur. Bir dəqiqə bunları faydalı qazıntılardır. Deməli, burada baxacaq ki, tektonik zonalar, platformalar, geosinkronlar danışdıq. Bunlar haqqında da danışdıq. Horst Graben dedik. Və platforma daxili quruluşuna görə iki mərtəbə yarusdan ibarətdir. Platformanın daxili quruluşunu iki hissəyə ayırırıq və bunlardan biri birinci qat, yəni platforma örtüyüdür. Bu hissələr platforma örtüyüdür. İkinci qat isə kristallik bünövrəni aid edəcək. Yəni, bu ərazilər kristallik bünövrədir, bu isə platforma örtüyüdür. Platforma örtüyü nədir? Deməli, üst mərtəbə hesab olunur, çökmə süxurlardan ibarət olur. Süxurlar əsasən üfüqi lay şəklində yatırlar və burada çökmə mənşəli faydalı qazıntılar mövcuddur. Neft, təbii qaz, daş kömür kimi çökmə süxurları bura aid edə biləcək. Sonra kristalli bünövrə nədir? Kristalli bünövrə platformanın alt mərtəbəsidir. O maqmatik və metamorfik süxurlardan ibarət olur. Yəni platforma örtüyü çökmə süxurlardan, kristalli bünövrə isə maqmatik və metamorfik süxurlardan ibarət olacaq. Qədim tamamilə aşınmış dağların bünövrəsinə aid olan süxurlar qırışıq yatın formasına malikdirlər. Və burada filiz faydalı qazıntılar mövcuddur. Məsələn, bura e, Dekan yayləsi, Qərbi Avstraliya yayləsi, Braziliya yayləsi kimi əraziləri göstərə bilərik. Sonra e, bunu dedik. Sipər qalxan nədir? Platformaların nisbətən yuxarı hissələrində, sahələrində üst çökmə süxurqatı yuyulur, olunur və burada kristalli bünövrə yer səthinə çıxır. Yəni, kristalli bünövrə bu hissədir və qalxan hissələrə biz deyəcək ki, sipərlər və ya qalxanlar. Və sipərlərdə filiz faydalı qazıntılar yaxın olduğuna görə onlardan çıxarmaq da daha asan başa gəlir. Sonra platformaların əyilmiş hissələrində qalın çökmə süxurları toplandığından bu ərazilərdə çökmə mənşəli neft, qaz, sonra sipər qalxmış ərazilərdə isə maqmatik, metamorfik süxurlar əmələ gəlir. Yəni, çökən hissələrdə çökmə süxurları, neft, təbii qaz, qalxan hissələrdə isə maqmatik, metamorfik süxurlar əmələ gələcək. Sonra platformalar geoloji yaşına görə qədim, cavan olurlar. Qədim platformalar hansılardır? Şərqi Avropa, Afrika, Ərəbistan, Antarktida, Sibir. Cavan platformalar hansılardır? Turan, Ön Qafqaz, Qərbi Sibir. Qeyd edək ki, cavan platformalar Paleozoy erasında yaranmışdır. Qədim platformaların bünövrəsi Kembriyə qədərki dövrdə, yəni arxeik proterozoyda, cavan platformaların isə Paleozoy erasında əmələ gəlmişdir. Yəni, bir də təkrar edək, deyirik ki, cavan platformalar Paleozoy erasında və burada Ön Qafqaz, Turan, Qərbi Sibir. Bu üç dənəsini əlavə edəcək cavan platformaya. Yerdə qalan qədim platformalar isə Kembriyə qədər, yəni arxeik proterozoy dövründə yaranmışdır. Platformalarda qalxmaq antikriz, enmələr isə sinkriz adlanacaq. Qalxanlara misal olaraq deyə bilərik, Baltik qalxanı, Kanada qalxanı və s. göstərə bilərik. Sonra bizim növbəti mövzumuz dağ əmələ gəlmə mərhələləri ilə bağlıdır. Və dağ əmələ gəlmə mərhələləri necə hesablayacaq? Yəni, bizim eraları öyrənməliyik və eralardakı hansı dövrləri əhatə edir və dağ əmələ gəlmə mərhələləri hansı
əhatə edir. Onları da bilmək məcburiyyətindəyik. Yer qabığında inkişafın müxtəlif mərhələlərdən vulkanizm və suxurların metamorfizləşməsi ilə müşahidə olunan dağ-əmələ prosesi baş vermişdir. Yerin geoloji inkişafının 5 əsas dağ-əmələ mərhələyə bölürük. Və bunlar hansılardır? 1. Alp, 2. Mezoy və Kimmeri, Hersin, Kalidon və Baykal. Bunları öyrənərkən hansı eraya aiddir, onları da öyrənmək vacib şərtdir. Ən qədimdən başlayaq Arxeyidən. Arxeyin ümumiyyətlə Proterozoin dövrləri yoxdur. Aha. Yoxdur və Arxeyin ümumiyyətlə deyəcək ki, yoxdur. Yəni dağ-əmələ gəlmə mərhələsində dövrü yoxdur. Proterozoin da dövrü yoxdur. Lakin dağ-əmələ gəlmə mərhələsi düşür. Yəni Baykaldan bu dövrədə, bu erəyə də düşür. Sonra Paleozoy. Paleozoyun bilir ki, 6 dənə dövrü var. Kemperi, Ordovik, Silur, Devon, Daşkömür, Perm. Karbonun ikinci adı daşkömür və yaxud da ki, testlərdə daşkömür verirlər. Belə deyək də, yəni testlərdə ən çox karbon da düşə bilər, daşkömür də düşə bilər. İkisi də eyni anlayışdır demək olar. Və Perm. Deməli, Kemperi, Ordovik, Silur, Devon, Daşkömür, Perm. Bunları ardıcıllıqla qədimdən cavana düzmək, öyrənmək vacib şərtdir. Bəs yaxşı, Baykal qırşılığı, yəni Baykal dağı-əmələ gəlmə mərhələsi hansı dövrləri əhatə edir, onu bilək. Proterozoy, Kempri, bir də Ordovik. Bunlar Baykal dağı-əmələ gəlmə mərhələsinə aiddir. Bəs Kaledonun hansılarına aid edəcək? Deyəcək ki, Silur, Devon, bunlar Kaledonundur. Hersinə aid olanlar hansılardır? Daşkömür və Perm. Daşkömür, Perm bu ikisi Hersinə, sonra Silur, Devon, Kaledona, Kempri, Ordovik isə Baykala aiddir. Sonra davam edək Baykal qırşığında haqqında. Deməli, Baykal qırşığı zamanı yaranmış dağlar demək olar ki, artıq yoxdur. Amma Baykal ətrafı dağlar istisna deyə bilərik. Məsələn, Pirbaykali, Zabaykali kimi əraziləri deyəcəyik. Bu dağlar qədim platformaların bünövrəsini təşkil edib və hamarlaşaraq artıq düzənliklərə çevrilmişdir. Sonra burada Kaledon Hersin dağ-əmələ gəlmə dövrlərində yaranan dağları nəzərə yetirəcəyik. Bu dağlara Tian-Şan, Altay, Sayan, Qazaxıstan Xırda Təpəli, Skandinaviya, Apalac, Ural, Böyük Su Ayrıcı, Böyük Xinqan, Draqon, Kap dağları. Yəni Draqonun ikinci adı əjdaha da deyə bilərsiniz. Kap dağları formalaşmışdır. Bu mərhələdə yaranan qədim dağlar sayılır. Sonraki mərhələ bizim Mezozoy dövrümüzdür və Mezozoy dövründə, yəni Mezozoy erasında yaxud Kimmer qırşıqlıq dağ-əmələ gəlmə mərhələsində Kordilyer, Verxoyanska, Çerska, Skotalin, Kunlun, Tibet dağ sistemləri yaranmışdır. Yəni Mezozoyda yaranan dağlar soruşsa, Verxoyanska, Çerska, Skotalin, Kunlun, Tibet kimi dağları deyəcəksiniz. Daha sonra bizim Alp qırşığında yaranan dağlarımız bəs hansılardır? Bu müasir seysmik olan əraziləri nəzərdə tutacaq. Məsələn, deyək ki, burada Ant dağları, Kordillerin sahil sıra dağları. Yəni, belə deyək də, Kordiller dağları Mezozoyda yaranıb. Sadəcə sahil sıra dağları isə Alp qırşığına aid edəcək. Sonra Alp Himalay qurşağının daxil olan sıra dağlar. Məsələn, Alp dağlarıdır. Himalay dağları, Karpat dağlarıdır, Qafqaz dağlarıdır. Yəni bunları biz aid edəcəyik Alp qırşıqlığına. Sonra Alp qırşığında yaranan dağlara belə deyək, Ant dağlarını da deyə bilərik. Sonra Asiyanın Sakit Okean qurşağının adaları yaranmışdır. Bu mərhələdə formalaşmış dağlar cavan dağlar hesab olunur və cavan dağlar dağ-əmələ gəlmə prosesi indi də davam edir. Sonra Mərkəzi Asiyada yerləşən Tian-Şanda Altay Sayan dağları Kaynozoyda yenidən tektonik hərəkətlərə məruz qalınmışdır. Yəni, nə demək istəyir? Yəni, Altay Sayan Tian-Şan dağları Paleozoyda yaranıb, amma Kaynozoyda yenidən fəallaşmaya məruz qalmışdır.
və bunlara biz qırışıq faylı dağlar deyəcəyik. Cavanlaşmış dağlar olacaq və bunlar Altay-Siyan, Tian-Şan dağlarıdır ki, qırışıq faylıdır. Yenidən törənmiş dağlar da deyilir. E, Daha sonra burada Alp qırşığında yaranan dağlar nəzərdə tutulur. Antdır, Kordilyer, sahil sıra dağlarda Alp, Apennin, Atlas, Pirney, Krım, Qafqaz, Karpat, Kopet dağ, Tavır, Pont, e, Zagroş, Pamir. Pont Tavır Türkiyə ərazisindədir. Zagroş İran. Sonra Pamir, Hindukuş, Qaraqorum, Himalay kimi dağları nəzərə alacaq. Yenə deyirik, burada Altay, Siyan, Tian-Şan dağları təkrar dağılmaya gəlmə mərhələsinə məruz qalmışdır. Sonra Mezozoyda yarananlar Verxoyanski, Çerski, Skotaniya, Kunlun, Tibetdir. Kaledon Hersində yaranan Tian-Şan, Altay, Siyan, Apalaş dağları. Yəni dedik ki, Tian-Şan, Altay, Siyan e, Kaledonda, Paleozoyasında yaranıb, Kaynezoyda yenidə fəallaşmaya məruz qalıb. Sonra Uraldır, Böyük Suazdır, Xinqandır, Drakondur, Kap dağlarıdır və cavan platformalar. Cavan platformalar hansılardır? Qərbi Sibir, Turan, Ön Qafqaz, Paleozoyasında yaranmışdır, yəni Kaledon Hersin qırşıqlığında. Kaledon Hersin qırşıqlığına biz deyəcəyik ki, qədim qırşıqlıq. Və Baykal qırşığında hansı ərazilər yaranmışdır? Pirbaykali, Zabaykali dağları, Paton yaylısı, Yenisey və Timan yüksəklikləri məhz Baykal qırşığında yaranıb. Daha sonra Baykaldan əvvəl hansı ərazilər yaranıb? Bu qədim platformalar sayılır. Makdonil, Hammersli, Qərbi Qat, Şərqi Qat. Makdonil, Hammersli Avstraliyada, Hindistan yarımadasının qərbi qatdır. Hindistan yarımadasının şərqi isə Şərqi qat. Bura aid edəcək ki, bunlar Baykaldan əvvəl yaranmış dağlardır. Bunlar deməli Cərəş relyefinin test topusundandır, üzr istəyirəm, xəritə sxemindəndir və burada Paleozoy arasında yaranan dağlar ayrıca verilib. Deməli, burada Apalas dağları Paleozoy arasında yaranıb, sonra Skandinaviya dağları Paleozoy arasında yaranıb, Ural dağları Paleozoy arasında yaranıb, sonra Sayandı, Altaydı, Tian-Şan, Kap, Əjdaha dağları, Böyük Suariz dağları və Böyük Xinqan dağlarıdır ki, bunlar Paleozoy arasında yaranmış dağlar hesab olunur. Yəni Kaledon Hersin qırşığında məhz bu dağlar əmələ gəlmişdir. Sonra davam edək e, Mezozoy qırşığında, yəni Çinmeri qırşığında yaranan dağlara. Bura aid edəcəyik Qayra dağlar, sonra Verxoyanski, Çerski, Skotali, Kunlun, Tibet dağlarıdır ki, bunlar Mezozoy qırşığında yaranmışdır. Sonra deməli da həmin xəritə sxemləndir və burada da Kaynazoyda yaranan, yəni Alp qırşığında yaranan dağlar, ərazilər mövcuddur. Məsələn, burada deyə bilərik Alyaska, sahil silsiləsi, Ant dağları, Əndəlüs, Pirney, Atlas dağları. Yəni onu da qeyd edək ki, Afrikanın yeganə cavan dağı, Kaynezoyda yaranan dağı məhz Atlas dağıdır. Sonra burada Alp, Karpat, Balkan, Pont, Tavr, Krım, Qafqaz, Kopet dağ, Pamir, sonra Elbrus, Hindukuş, Qaraqorum, Himalay dağlarıdır ki, bunlar Kaynezoyda yaranmış dağlar hesab olunmur. Bir də onu da qeyd edək ki, burada Antarktida bu hissəsi litosfer tavalarının sərhədinə düşdüyü üçün burada da Alp qırşığında yaranan ərazilər mövcuddur. Yeganə Alp qırşığının olmadığı materik desə, Avstraliya materikini götürəcəksiniz. Sonra yenidən törənmiş dağlar dedik ki, 3 dənə idi və bunlar hansılar idi? Altay, Sayan, Tian-Şan dağlarıdır ki, Paleozoyda yaransa da Kaynezoydan yenidə fəallaşmaya məruz qalmışdır. Sonra bəzi qeydlər var burada. Deməli,
Bunlar dedik təkrardır bunlar. Sadəcə əvvələ qayıtdı. Ha. Bəzi burada qeydlər var, onlara nəzər yetirək. İstədiyimizə çata bilmirik hələ də. Deməli, qədim platformalar, yəni Baykaldan əvvəl yarananlar, Şərq Avropa, Sibir, Tarım, Çin, Koreya, Hindistan, Qərbi Avstraliya. Bunlar qədim platforma olan ərazilər. Baykal qırşığında əmələ gələnlər, yəni ən qədim qırşıqlıq vilayəti. Qədim platformalar Baykaldan əvvəldir. Baykal qırşığı isə ən qədim qırşıqlıq vilayətidir. Yəni iki adla da demək olar. Bura aiddir. Patom, Taymirın bir hissəsi, Ərəbistan, Somali yarımadası, Afrikanın cənub hissələri, Avstraliyada belə deyək ki, az miqdarda var. Yəni e, yuxarıda həmin mərhələlərdə yaranan ərazilərin xəritə sxemi var. Sadəcə orada ayırmışam ki, daha yadda qalan, daha anlaşılan olsun. Sonra deməli Afrikanın cənub hissələri, Avstraliyada az miqdarda var dedik. Böyük Çin düzənliyin bir hissəsi, Alman Polşa ovalığın bir hissəsi, Yamal, Qıdan yarımadaların, Seneqal, Niger çayının hövzələrində, Braziliya yayası, Qazaxıstan ərazisində rast gəlinir. Nisbətən də Koreya yarımadasında, eyni zamanda Dunay çayı, Elba çayı və Odra çayların hövzəsində mənsəbinə yaxın yerlərdə. Yəni buna kimi qeyd eləmişəm. Və Baykal qırşığında Şimali Amerika, Antarktida materikinə rast gəlinir. Yəni, Baykal qırşığını hansı materiklərdə axtarmayacaq? Şimali Amerika və Antarktida materikində. Sonra, Paleozoy erasında yarananlar. Paleozoy erasında yəni ən qədim qırşığı vilayəti deməkdir. Bu hansı ərazilər əhatə edəcək? Florida, Yucatan, Patagoniya, Atlas dağlarının cənub hissələri. Sonra, baxın, burada təsəvvür edin ki, Atlas dağlardır. Atlas dağlarının özü bilir ki, Kaynozoydadır. Bu hissəsi, cənub hissəsində Paleozoy var və bu hissəsində, lap cənubunda isə ən qədim platformalardır. Sonra, yəni Atlas dağlarının cənub hissələri dedikdə, yəni qarışdırmaq olmaz. Yəni dağı nəzərdə tutmuram. Sadəcə cənub hissələrində Paleozoy erasının, yəni ən qədim qırşıq vilayəti o ərazilərdə mövcuddur. Sonra aid edə bilərik bura bir İrlandiya, Böyük Britaniya adası, sonra Piriney yarımadası, Vogez, Şvasvart dağları, Turan, Ön Qafqaz, Qərbi Sibir, Qazaxıstan xırda təpəliyi, Altay, Sayan, Tian Şan, Xinqan dağları, Böyük Çin düzənliyinin bir hissəsi. Yəni qarışdırmaq olmaz. Qazaxıstan xırda təpəliyində Paleozoy erasında yaranıb. Sonra burada Patagoniya yayası qeyd etməmişəm. Hə, burada da qeyd etmişəm. Patagoniya yayası. Bu ərazilər Paleozoy erasında yaranıb. Sadəcə burada qarışdırmaq olmaz ki, Qazaxıstan ərazisində burada deyirəm ki, bəs Baykal qırşığı mövcuddur. Bu o demək deyil ki, Qazaxıstan xırda təpəliyi də Baykal qırşığında yaranıb. Sadəcə ərazisində var. Onu nəzərdə çatdırmaq istəmişəm. Və burada Qazaxıstan xırda təpəliyin hansı qırşığı vilayətində yaransa desə, ən qədim qırşığı, yəni Paleozoyda yarandığını deyəcəksiniz. Bundan əlavə Altay, Siyan, Tian-Şan dağları, Böyük Çin düzənliyində bir hissəsi məhz ən qədim qırşıqlı vilayətində yaranmışdır. Orta qırşıqlı vilayəti isə hansı əraziləri əhatə edəcək? Alyaska ştatı, Meksika yaylası, Sierra Madre dağları, yəni bunlar Kordilyer dağlarındadır. Sonra Kordilyer dağlarının mərkəz və şərq hissəsi, Kaliforniya yarımadası, Verxonenski, Çerski, Skotalin, Kunlun, Tibet, Stanovoy silsilələri, sonra Kolyme çayı hövzəsi, Novosibir, Vrangel adası, Hind-Çin yarımadası, Malakka, Kalimantan, Hainan adası və Mezoy qırşığına cənub materiklərinin heç birində rast gəlmir, lakin cənub yarımkürəsində rast gəlinir. Bu nə deməkdir? Ümumiyyətlə, cənub materiklərin heç birində, yəni Cənubi Amerika, Avstraliya, Antarktida, Afrika, bunların heç birində Mezoy qırşığı yoxdur. Amma cənub yarımkürəsində var. Hardadır? Kalimantan adasında, bu ekvator bu formada keçir Kalimantandan. Bu hissələrdə Mezoy qırşığı var. Ona görə deyirik ki, cənub yarımkürəsində Mezoy qırşığı var, amma cənub materiklərinin heç birində Mezoy qırşığı yoxdur. Və qeyd kimi götürə bilərsiniz. Sonra
Kaynezoyda yaranan əraziləri Tayvan adası və Cavan dağlara aiddir. Yəni Cavan dağları yazmamışım zaten. Yazmağa məncə ehtiyac yoxdur. Sonra Türkiyə ərazisi 2-dən artıq litosfer tavasının sərhədində yerləşir. Bu da əsas qeydlərdəndir. Ərəbistan yarımadasında Alp qırşığı var. Deyə bilərsiniz ki, ümumiyyətlə Ərəbistan yarımadası Baykal qırşığında yaranıb. Sadəcə burada qeyd etmişəm ki, Alp qırşığı var. Deyə bilərsiniz ki, hansı ərazidədir? Əminəm ki, çox diqqət edilməyən hissələrdəndir. Ona görə mən onu göstərəcəm. Bir dəqiqə buradan deməli var. Onsuz da dərsimiz yekunlaşdı. Sadəcə burada bir diqqətdən qaçan məqamları qeyd edəcəyik. Özüm də ürəyim sıxıldı. Burada Baykal qırşığında yaranan ərazinin deyəcək ki, Ərəbistanı nəzərdə tutulur. Amma bu hissələrində biraz yaxınlaşdırsaq, bunu necə yaxınlaşdıracağım? Burada Alp qırşığı mövcuddur. Buna diqqət etmək lazımdır. Yəni Ərəbistan yarımadasında Alp qırşığında yaranan ərazi mövcuddur. Sonra burada bayaq qeyd elədim, Kalimantan adasından bu şəkildə ekvator xətti keçir. Cənub materiklərinin heç birində Mezoy qırşığı yoxdur, amma Kalimantan adasının bu hissəsində Mezoy qırşığı yaranmışdır. Yəni Mezoy qırşığına rast gəlinir. Sonra qərbi qat, şərqi qat demişdim. Baykaldan əvvəl yaranan. Hindistan yarımadasının bu hissəsi qərbi qat, bu hissəsi şərqi qat. Maqdoniya, Hamerski isə bu ərazilərdədir. Bu qədər dərsimiz izlədiyiniz üçün təşəkkürlər.